Əl-Buruc, Bürclər surəsi Məkkədə nazil olmuşdur. 22 ayədir. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla. وَالسَّمَاءِ ذَاتِ الْبُرُوجِ. And olsun bürcləri olan göyə. وَالْيَوْمِ الْمَوْعُودِ. Və and olsun vəd olunmuş günə, qiyamət gününə. وَشَاهِدٍ وَمَشْهُودٍ. Və and olsun Uhdud hadisəsini müşahidə edənə və onların müşahidə etdiklərinə. Uhdudda yandırılanlara, öz ümmətinə şahid olan hər bir peyğəmbərə və onun ümmətindən şahid olduğu hər bir salih şəxsə. Ahirətdə bütün keçmiş peyğəmbərlərə şahid olacaq İslam peyğəmbərinə və onun şahid olduğu kəslərə, ahirətdə insanların əməllərinə şahid olan hər bir mələyə, onların şahid olduğu əməli salih insanlara, Allah evini ziyarət edənlərə şahid olan Həcərül Əsvədə və onun şahid olduqlarına, قُتِلَ أَصْحَابُ الْأُخْدُودِ. ölüm olsun o xəndək sahiblərinə, onlara qarşı çıxan möminləri, odla dolu xəndəyə atan, kafir və zalım şaha və onun köməkçilərinə. النَّارِ ذَاتِ الْوَقُودِ. O odunla dolu şölələnən atəş. إِذْ هُمْ عَلَيْهَا قُعُودٌ. O zaman onlar odun ətrafında tamaşa etmək üçün əyləşmişdilər. وَهُمْ عَلَى مَا يَفْعَلُونَ بِالْمُؤْمِنِينَ شُهُودٌ. Və möminlərin başlarına gətirdiklərinə tamaşa edirdilər. وَمَا نَقَمُوا مِنْهُمْ إِلَّا أَنْ يُؤْمِنُوا بِاللَّهِ الْعَزِيزِ الْحَمِيدِ. Onlar möminlərə yalnız sifətləri və işləri həmd olunmuş, yenilməz qüdrət sahibi olan Allaha iman gətirdiklərinə görə eyb və irad tuturdular. الَّذِي لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاللَّهُ عَلَى كُلِّ شَيْءٍ شَهِيدٌ. O Allah ki, bütün göylərin və yerin həqiqi mülkiyyəti və malikiyyəti ona məxsusdur. Çünki yaradılış, qorumaq və tədbir, bunların hamısı onun əlindədir. Allah hər bir şeyə nəzarətçi və şahiddir. İnnellezîne fetenul mu'minîne vel mu'minâti thumme lem yetûbû felehum azâbu cehenneme ve lehum azâbul harîq. Şübhəsiz, mömin kişilərə və möminə qadınlara əzab və işgəncə verib, sonra da tövbə etməyən kimsələr üçün cəhənnəmin cürbəcür əzabı və yandırıb yaxan atəş əzabı vardır. Bu ayədə ilk 3 andın məqsədi göstərilir və 4-cü ayədən 9-cu ayəyədək and içilənlərin başlarına gətirilənlər şərh edilir. İnnellezîne âmenû ve amilu's-sâlihâti lehum cennâtun tecrî min tahtiha'l enhâr. Zâlikel fevzul kebîr. Şübhəsiz, iman gətirib salih əməl edənlər üçün
evlərinin və ağaclarının altında çaylar axan cənnətlər vardır. Budur böyük qurtuluş. İnne batşa rabbike leşedid. Həqiqətən sənin Rəbbinin qəhri, intiqamı çox şiddətlidir. İnnehu huve yubdi'u ve yu'id. Həqiqətən, məxluqları yoxdan var edən və öldükdən, məhv olduqdan sonra yenidən əvvəlki halına qaytaran O'dur. Ve huvel gafurul vedud. O'dur, itaətkarları bağışlayan və çox sevən. Zul arşil mecid. O, ərşin sahibi, varlıq aləmində hökm sahibi və zat və sifətləri baxımından şanlı şövkətlidir. Fəalun limə yurid. İstədiyini qüdrətlə yerinə yetirəndir. Həl ətəkə hədithul cunud. O qoşunların, Allahın və onun peyğəmbərlərinə qarşı qoşun çəkən keçmiş ümmətlərin xəbəri sənə gəlib çatdımı? Firavun və Səmud. Firon və Salih peyğəmbərin qövmü olan Səmud qoşunları necə məhv oldular? Bəlillezine kəfəru fi təkzib. Yalnız onlar təkzib etmədilər. Sənin qövmündən kafir olan kəslər daha şiddətlə inkar etməkdədir. Vallahu min vəraihim muhit. Halbuki Allah onları hər cəhətdən, vücud, elm və qüdrət baxımından əhatə edəndir. Onların bütün ixtiyarı Allahın əlindədir. Bəl huvə Qur'anun məcid. Bu kitab sehr və əfsanə deyildir. Əksinə, o oxunmalı, şanlı şövkətli bir kitabdır. Fi ləvhin məhfuz. O yalan, təhrif, şeytan və cinlərdən qorunmuş lövhdə, lövh-i məhfuzda yazılmışdır.